Bismillahirrahmanirrahim və bihi nəstəin və hava xayrun nasirin və mu'in. Deməli, bizim mövzumuz sərfə nəzəriyyəsidir, əzizlər, dəyərli tələbələr və biz izləyənlər. Kəlam elmi kitabında sərfə nəzəriyyəsini biz danışdıq. Çünki Kəlam elmi kitabında həm dərsimiz ondandır, həm də sərfə nəzəriyyəsi Quran ilmi kitabında da bəhs olunur deyə, həm də Quran ilmi dərsini keçirik. Ora çatacaq deyə, indidən hələ bu dərsi keçək, hazır qoyaq və paylaşaq. Sərfə 234 Quran ilmi kitabında. Sərfə nəzəriyyəsi mümkündür bəzi sözlər uyğun olsun. Kəlamda olan sözlər buna uyğun olsun, amma mümkündür müəyyən sözlər əlavə olsun. Bunda onda olmasın, onda olan bunda olmasın deyə daha geniş bəhs olsun, daha çox məlumatın çox olsun deyə istəyirik ki, hər kitabdan biz qeydlər deyək. Biz təhəddi ayələri ilə tanış olduq. Bir ayə, bir surə, bir Quran. Quranın qarşısında çıxmaqda bəşərin aciz qalması və ona təhsim olması Quranın möcüzəliyini sübuta yetirdi. Çünki yəni əvvəlki dərslərdə biz qeydləmişik, Quran möcüzəli kitabdır. Heç kim Quran qarşısına gətirə bilmir bir kitab. Yəni bu hər hansı bir ayə mümkün deyil. Amma nə üçün bəşər Quranın bənzərini gətirə bilmədi? Bu sual var. Bəzi suallar var ki, əzizlər, o sualın cavabını bilməli mənim ağıl deyil. Nə dünyama xeyri var, nə də axirətimə. Mənim ağıl deyil, o Peyğəmbər gəmisi neçə metr olub uzunluğu? Əleyhisselamın qılıncı neçə metr olub? Elə sual var ki, bizə önəmli deyil. Elə sual var ki, dünyamıza xeyirdir. Xeyr axirətimizə onun cavabını bilməliyik. Çünki biz bəzi suallar var ki, onun cavabını bilməyən bizə bir şey olmur. Əksinə düşür zehnimizə boş-boş şübhələr. Yəni insan öz sualının cavabını özü tapa bilər. Çox adi bir şeydir. Bu sualın cavabını da bəzi şiə və sünni alimləri sərfə nəzəriyyəsini qəbul edib. Bunu Quranın möcüzəvi cəhətlərindən biri hesab etmişlər. Bu nəzəriyə görə Allah bəşəri Quranın qarşısından çıxmaq fikrindən döndərmişdir. Qeyd etmək lazımdır ki, bu nəzərinin izahı zəminində fikir alığı var. Bəzi alimlər qeyd edirlər ki, Allah Quranın bənzərini ərsəyə gətirmək, yaratmaq qüdrətini alıb bəşərdən. Yəni əgər onlar Quranın bənzərini yaratmaq qalxsalar da bu işi görə bilməyəcəklər. Ki, oxuduq da eyni cümlələrdir. Bəzi alimlər deyirlər ki, Allah ümumiyyətlə Quranın qarşısına çıxmaq və onun bənzərini yaratmağa qalxmaq qüdrətini bəşərdən alıb. Yəni, bəzən də Quranın bənzərini ərsəyə gətirmək, yaratmaq qüdrəti olsa da, onlardan Quranın qarşısına çıxmaq qüdrətin alındığına görə bu işi görə bilməmişlər. Yəni, əvvəldən var imiş, başlamaq istəyəndə bu işə Allah bunlara alır o gücü. Əvvəldən, bir də varmış ki, ümumiyyətlə əvvəldə Allah Teala insana bu gücü vermir. Seyyid Murtəza ki, bayaq dedik ki, o kitabda qeyd olunub, bu nəzəriyyəsindən əsasən bu qəbul edir. Allah Quranın bənzərini ərsəyə gətirə bilmək üçün lazım olan elmi bəşərdən almışdır. Bunu o deyir. Düzdür. İndi mümkündür, məsələn, burada ortaya bir sual çıxsın ki, yəni bunu deyil, o demək deyil ki, bu o fikirdədir. Belə mən zehnimə gəlir. Düzdür, mümkündür, hər hansı kitabdan qeyd olunsun ki, bu mərhum Seyyid Murtəza bu fikirdədir. Məsələn, sərfəni qəbul edir. Yəni, bir də o deyir, Allah dəvəyə bilir niyə qanat vermir. Allah bilir insan niyə o gücü vermir. Belə deyək. Yəni, Seyyid Murtəzanın mən bir növ sözün özünü müdafiə etməyə nöqtəyə baxımdan demirəm. Sadəcə olaraq, indi mərhumun nə fikri var, özünə aiddir. Mən deyəmərəm pisdir, səhvdir, öz şəxsi fikridir. Bu gəlir mənim zehnimə ki, Allah bilir dəvəyə nə qanat vermir. Allah bilir insanlar niyə bu elmi vermir. Bu gün Quran gətirmək istəyən və Allah ona bu gücü verirsə, bu gün Quran gətirirsə, sabah Allah iddiası eləyəcək. Ki, Allah da Quran gətirir, mən də. Nə fərqi var?
O Firon deyirdi, Quranda ayəmiz var, bu düşür zehnimə. Deyir, sən Allahın da Musaya dedi, çıxartdı həbsxanadan 2 nəfəri, birini öldürür, birini saxlayır. De, görsən, sən Allahın da öldürür, dirildir, mən də öldürürəm, saxlayıram. Yaxşı. Yəni, Allah, biz bəzən məsələn üçün, Allah bütün balağı saxlasın, uşağa bilirik də, niyə telefon vermir körpə vaxtında. Və yaxud da müəllim, valideyn bilir bəzən tələbəyə və yaxud da övladına və yaxud da müdir öz işçilərə niyə filan şey vermir və yaxud da verirsə niyə alır sonradan. Bizim bilmədiyimiz bir çox şeylər var ki, böyük bilir, valideyn daha yaxşı bilir ki, niyə bunu mənə vermədi və yaxud da vermişsə niyə aldı. Bilir ki, hə, insan bundan sui-istifadə eləyər. Sui-istifadə eləyər. Necə ki, Samiri var idi, Musa Peyğəmbər dövründə. O buzov səsini çıxardırdı, sanki buzov heykəl düzəltmişdi. Əsərə Rəsul, Quranda ayəmiz var, o elçisinin ayağının izindən, indi orada elçi bəzi Cəbrail deyirlər. Məsələn, orada bir torpaq səpmişdi, bir hoqqa çıxartmışdı orada. Sanki bu buzov səs çıxardı Allah kimi. Elə qurmuşdu ki, orada külək dəyəndə orada səslər çıxırdı. Yəni, sui-istifadə etmə, Allahın bir yazdığı gəlir. Yəni, sən deyir, Quran gətirməliyim. Yəni, sən elmin o həddə deyil ki, gətirəsən. Mən o həddə elm versəm, gələ Peyğəmbərən sən elmin çox ola. Peyğəmbərən elmin çoxdursa, deməli, sən Peyğəmbər olmazsa, o Peyğəmbər olmalı deyil. Əgər o Peyğəmbərdirsə, o gətirə bilmirsə, o həddə elm olması baxmayaraq, sən haran gətirəsən. Yox, mən o elmi sənə verim. Mən Allahda olan elmlərə sənə verim, onda 2 Allah olacaq. Allah o deyirlər ki, o elm verilməsin, o elm versin. Əgər mən Allah sənə elm verirəm və sən də bugün kitab ortaya çıxarırsansa, sən Allahı iddiat edəcəksənsə, mən o elm səndən deyil, məndəndir. Deməli, sənə mənə ehtiyacım var. Yəni, baxın, burada beləncə ortaya çıxır ziddiyyətlər. Laf deyə gətirdi, sonra və gətirirsə, sabah nə iddiasında olacaq bu adam? Deyəcəm, mən də Allahı, mənim də elmim var ki, gətirmişəm Quran Allah kimi. Onda mən Allaham, onda sən necə Allahsan ki, sənə elmi sənə verilib, sən elmin hadisdir. Hadisən ki, sonradandır. Əzəli deyil, əvvəldən deyil və sənə elm verilibsə, sən necə Allahsan? Deyir, yaxşı, Allah olmuram, mən də gətirirəm Allah kimi bir kitab. Yəni, indi sən meydan oxuyursan, yəni, o deyir, sənə böyüklərin qarşısında güclü ola bilərsən. Bir nəfər sənə böyüdüb, tələbədir, övladdır, valideyn və müəllim sənə böyüdüb. Sən onun qarşısında güclü olasan, mümkündür. Amma böyük ola bilmərsən. Çünki onu sənə o verib, o böyülüyü. Hara fırlansan, bir addım valideyndən dala gəlməlisən yol yeriyəndə.